Birləşmiş Ştatlar İrana qarşı quru əməliyyatlarına başlaya bilər. İddialara görə 2500 dəniz piyadası Yaponiyadan yaxın şərqə doğru yola düşüb. Bundan başqa bir amfibiya hücum gəmisi də yoldadır. İranın Xarq adasına hücumdan sonra bu məlumatın sızdırılması quru əməliyyatlarının keçirilməsinə dair ehtimalları gücləndirib. Ölkənin əsas neft ixracı terminallarından birinin yerləşdiyi adaya zərbələr zamanı hərbi anbarlar məhv edilib. Yeraltı raket bunkerləri, dəniz minaları anbarları və digər hərbi infrastrukturlar hədəf alınıb. Hərbçilərin məhz indiki məqamda göndərilməsi isə Xarq adasına quru qoşunlarının yerləşdirilməsinə dair fikirləri gündəmə gətirir. Digər diqqət çəkən məqam isə həmin dəniz piyadalarının bölgəyə yalnız 2 həftəlik göndərilməsidir. Bu dəniz piyadalarının hara cəlb olunacaqlarını və ya İrana göndəriləcəklərini dəqiq bilmirik. Bu, Hörmüz boğazına hücumlar artdığı üçün də ola bilər. İndiki addım İranın qlobal iqtisadiyyatı pozduğu bir vaxtda atılıb. Yanacağın qiymətinin artırılması Trump üçün böyük hərbi və siyasi çətinlik yaradır. Buna görə də dəniz piyadaları hərəkətə keçirlər. Onları Xarq adasına yerləşdirə bilərlər. İran neftinin 90%-i buradan keçir. Əgər bu adaya nəzarət etsəz, bütün İran iqtisadiyyatını nəzarət etmiş olarsınız. İrana qarşı hərbi əməliyyatların başladığı ilk günlərdə qurudan müdaxiləyə dair fikirlər səslənilməsə də artıq vəziyyət dəyişib. Bir neçə gün öncə Ağ Evdən belə bir əməliyyatların keçirilməsinə dair Tehrana xəbərdarlıq da edilib. Vaşinqton bu hərbi gedişlərin hələ də masada olduğunu istisna etmir. Quru əməliyyatlarının keçirilməsi sadəcə ehtiyat variantı sayılır. Çünki İranın geniş və dağlıq ərazilərində döyüşlərin aparılması son dərəcə çətin hesab olunur. Lakin Birləşmiş Ştatlar hərbi hava qüvvələrinin elit diviziyası aerodromları və ya digər əsas yerləri ələ keçirmək üçün münaqişə zonalarında sürətli paraşüt yerləşdirmələri üçün təlim keçib. Eyni bölmə 2-ci Dünya müharibəsində, Əfqanistan və İraq savaşlarında da münaqişələrə cəlb olunub. Bu cür əməliyyatın xüsusi təyinatlar vasitəsilə kiçik və qısa müddətli keçirilə biləcəyi də istisna edilmir. İraq nümunəsini nəzərə alaraq Birləşmiş Ştatların belə bir təcrübəyə sahib olduğunu demək olar. Amma İran İraqdan 4 dəfə böyükdür. Ərazi müdafiə üçün əlverişlidir. Üstəlik əhali sayda çoxdur. Bu faktorlar belə əməliyyatların keçirilməsini çətinləşdirir. Bunun üçün yüz minlərlə hərbçinin lazım olduğu bildirilir. Eyni zamanda regionda yeni böhranların yaranmasına və xaotik vəziyyətə gətirib çıxara bilər. Həmçinin quru əməliyyatlarının müharibənin xəritəsinin genişlənməsinə səbəb olma ehtimalı var. İranın proksi qüvvələri savaşa cəlb oluna bilər. Məsələn, günlərdir ki, Hizbullah İsrailə İrana hücumlarına görə müharibə elan eləyib. Bu isə savaşın Livan, Yəmən, İraq və Körfəz ölkələrinə yayılması deməkdir. Bundan başqa, İran Hörmüz boğazını tamamilə bağlayaraq, onsuz da ciddi dalğalanmaların baş verdiyi enerji bazarını dərin burana sürükləyə bilər. İranın böyük ölkə olmasını nəzərə almalıyıq. Buna görə də quru əməliyyatları ilə bağlı onlar qərar verərlərsə, İrana 800 mindən çox hərbiçi yerləşdirməlidirlər. Bunun tezliklə baş verəcəyini düşünmürəm, hətta mümkün olmadığına inanıram. Əvəzində xüsusi təyinatlı qüvvələrin məhdud şəkildə quru əməliyyatı keçirməsi mümkündür. Bunun üçün də hava əməliyyatlarının intensivləşməsinə şahid ola bilərik. Quru əməliyyatları keçirilərsə, mülki itkilərin də sayı çox olacaq. Analitiklərin fikrincə, iqtisadi cəhətdən əhəmiyyətli olan Xarq adasında quru əməliyyatlarının keçirilməsi daha real hesab olunur. Çünki bu adada əməliyyat İranın ərazisindəki oxşar prosesdən daha əlverişli hesab olunur. Bundan başqa, kəşfiyyat məlumatlarının əldə olunması məqsədi ilə də belə əməliyyatın keçirilməsi planlaşdırıla bilər. Bunun üçün isə İranın hava müdafiəsini tamamilə məhv etmək lazımdır. Birləşmiş Ştatların havadan və dənizdən indirdiyi zərbələr də məhz buna hesablanıb. Digər iddialara görə, hərbçilərin göndərilməsinin həm də Birləşmiş Ştatların diplomatik korpuslarında təhlükəsizliyin gücləndirilməsinə hesablanıb. Onların mülki şəxslərin təxliyəsində və çətin şəraitdə problemlərin aradan qaldırılmasında iştirak edəcəkləri ehtimal olunur. Dəniz piyadalarının bölgəyə yerləşdirilməsi qoşunların sayının əhəmiyyətli dərəcədə artmasına təsir göstərməsə də, bu, mütləq quru əməliyyatının qaçılmaz olduğunu göstərə bilər. Eyni zamanda bu yerləşdirmənin İranın su yolu vasitəsilə dəniz nəqliyyatını boğması və qlobal iqtisadiyyatı sarsıtması ilə əlaqədar olduğu bildirilir.